Bir gün ayılırsan və hər şey qəribə dərəcədə fərqli hiss olunur. Bədənində səbəbsiz bir ağırlıq var. Ürəyin normaldan başqa cür döyünür, ətrafdakı qoxular ya zəifləyib, ya da tamamilə yad gəlir. Sevdiyin yeməyin ətri əvvəlki kimi deyil, sanki beyin onu düzgün qavraya bilmir və o birbaşa beyindəki limbik sistemlə, yəni emosiyalar və instinktlərlə bağlıdır. Bəzi hallarda ölümə yaxınlaşdıqca bu hiss dəyişməyə başlayır. Beyində qoxunu emal edən mərkəzlər zəifləyir, sinir ötürülməsi yavaşlayır. Eyni anda kortizol və adrenalin kimi stres hormonlarının səviyyəsi pozulur, bədən istiliyi enə, ürək ritmi qeyri-sabit ola bilər. İnsan bunu sadəcə narahatlıq, boşluq və ya səbəbsiz qorxu kimi hiss edir, amma əslində orqanizm daxildən böyük bir prosesə girir. Bu vəziyyət adətən ani olmur. Saatlar, günlər, bəzən hətta həftələr davam edə bilər. Palliativ tibb müşahidələrində qeyd olunur ki, bədən həyatının son mərhələsinə keçərkən enerjiyə qənaət rejimini işə salır və hisslər tədricən sönməyə başlayır. 1969-cu ildə Elizabeth Kübler-Ross ölümə yaxın mərhələləri sistemli şəkildə təsvir etmiş, daha sonra 2014-cü ildə Chicago Universitetinin apardığı tədqiqatlar qoxu alma duyğusunun zəifləməsinin ölüm riskinin artması ilə əlaqəli ola biləcəyini göstərmişdir. İnsan beyni bu gerçəyi qəbul etmək istəmir, amma bədən çox vaxt bizdən əvvəl anlayır. Şüur susur, amma orqanizm artıq nə baş verdiyini hiss edir. Bu, qorxulu səslənsə də, elmin səssizcə təsdiqlədiyi qaranlıq bir həqiqətdir.